2023-cü ildə blok imtahanında istifadə olunan suala baxırıq uşaqlar. Deməli deyir ki, ürəkdən qopan kədər bədəninə soyuq cəryan kimi yayıldı cümləsinin sintaktik təhlil sxemini müəyyən edin. Yayıldı. Nə? Kədər. Birinci xəbər tapdım, sonra ona uyğun mübtədanı. Hansı kədər? Ürəkdən qopan. Yayıldı. Necə yayıldı? Nə tərzdə yayıldı? Cəryan kimi. Necə cəryan kimi? Soyuq cəryan kimi. Oldu təyin. Nəyə yayıldı? Bədənə. Deməli uşaqlar, oldu təyin, mübtəda, tamamlıq, sonra təyin, zəiflik xəbər. Eləmi? Təyin, mübtəda, tamamlıq, təyin, zəiflik xəbər. Uşaqlar, bədəninə sözünü qəti şəkildə çaşıb da zəiflik olaraq götürməyin. Zəiflik, belə deyək, yer məzmununu bildirən sözlərdədir. Məsələn, baxın, dizim ağrıyır, başım ağrıyır, ağacdan dərdim, kitabda gördüm. Bunların heç birisi zəiflik deyil. Çünki ağac olsun, kitab olsun, diz olsun, baş olsun, burada bədən olsun, bunlar məkan anlayışı bildirən sözlər deyil. Məkan anlayışı bildirmir deyə bunları tamamlıq olaraq götürüb biz, zəiflik olaraq götürməyib. Buna diqqət edin. Belə, deməli bu testdə cavabımız oldu D variantı.